Salam dəyərli izləyicilərim. Mən bu gün çox maraqlı bir reseptlə sizlərin qarşısındayım. İndi hazırlamağa keçirəm. Yeməyi hazırlamaq üçün qiymədən, Holland pendiri və lavaşdan istifadə edirəm. Qiyməni çəkərkən içərisinə soğan çəkmişəm bir ədəd. Pendiri rəndələmişəm. İndi hazırlayıram. Qiymənin üzərinə duzu, ədviyyatları əlavə edirəm. Duz istiot zövqə görədir. Əlavə edib bunu yaxşıca qarışdırıram. Kvadrat olması üçün lavaşların hər iki kənarını kəsirəm. Lavaşları kəsdikdən sonra qiyməni lavaşın üzərinə yayıram. Qiyməni yaydıqdan sonra üzərinə Holland pendirini əlavə edirəm. Bu şəkildə bütün lavaşlarımı hazırlayıb üst-üstə yığıram. 5 ədəd lavaşı bu cür hazırlayıb yığdıqdan sonra ən sonuncu 6-cı lavaşı bu cür tərsinə əlavə edirəm. Hamısını üst-üstə yığdıqdan sonra bu cür bıçaqla 5 hissəyə bölürəm. Gördüyünüz kimi 5 eyni hissəyə böldüm. Böldüyüm hissələri çevirib bir-birinə bitişik yığıram. Daha sonra çöp şişləri bu cür yerləşdirirəm. Çöpləri yerləşdirdikdən sonra bu şəkildə kəsirəm. Artıq bişməyə hazırdır. 160 dərəcəli sobada 1 saat bişirirəm. Artıq yeməyim hazırdır. Əgər bəyəndinizsə, bəyəndi düyməsinə basın, abunə olmağı unutmayın. Yeni videolarda görüşənə qədər. Hələlik.